Bismillah, elhamdülillah və salatu və selamu ala Resulillah. Mürciyələr kimlərdir? Bugünkü mövzumuz bu sualın cavabıdır. Gəlin başlayaq. Sual budur. Mürciyələr kimlərdir? Bu zəlalət firqənin etiqadı nədir? Mürciyə kəlməsinin törədiyi kök haqqında iki görüş var. Bunlardan birisi gecikdirmək, sonraya buraxmaq və təxirə salmaq anlamında irca kəlməsidir. Digəri də gözlənti içərisində olmaq və ümid etmək anlamında rəca kəlməsidir. Kəlmənin bu iki görüşdən birincisi olan irca məsdərindən törədiyi daha çox tərcih edilmişdir. Mürciyə, günahın imana zərər vermədiyi görüşünü savunaraq, böyük günah edənə ümid verən və onun haqqındakı qərarı Allaha həvalə edib təxir edən bir aqidə firqəsidir. Cəhmiyyə mürciyələri deyirlər ki, iman sadəcə olaraq bilməkdən ibarətdir. Yəni, bir insan bilsə ki, Allahdan başqa ibadətə layiq, haqq məbud yoxdur, bu kəlmənin tələblərini yerinə yetirməsə də, o artıq müsəlmandır. Qurucuları Cəhm bin Safvandır. Kərramilər isə deyirlər ki, iman qəlblə etiqad etməkdən deyil, yalnız dillə deməkdən ibarətdir. Bunlara görə də bir insan mənasını bilmədən La ilahə illallah deyərsə, qəlbi ilə bu kəlmənin həqiqətinə etiqad etməsə də, inanmasa da müsəlmandır. Hətta o insan qəlbində küfür daşısa belə müsəlmandır. Qurucuları Muhammed bin Kərram Əs-Sicistanidir. Fəqih mürciyələr deyirlər ki, iman qəlblə etiqad etmək və dillə söyləməkdən ibarətdir. Əməli isə imandan saymayıblar. Mürciyələr müxtəlif firqələrdən ibarət olmaları ilə yanaşı, onların ən iyrənc sözlərindən biri də iman artmır və azalmır sözüdür. Yəni, bu da o deməkdir ki, ən pis günahları edən insanlarla İslamda ən böyük itayət sahiblərinin, təqvalı möminlərin imanları eyni səviyyədədir. Bəziləri də buna bənzər başqa azğın söz deyirlər. Bunlar da deyir ki, iman kamil olmasa, düzgün iman sayılmaz. Lakin haqq əhli etiqad edir ki, iman artır və azalır, itayətlərlə çoxalır, günahlarla azalır. Və həmçinin iman qəlblə etiqad etmək, dillə söyləmək və bədən üzvləri ilə əməl etməkdir deyən kəs, tamamilə mürciyələrdən uzaqlaşmış olur və səlim etiqad üzərində olmuş olur. Yəni sən La ilahə illallah deyib, qəlbən bu kəlmənin həqiqətinə inanıb, əmirləri yerinə yetirib, qadağanlardan çəkinməlisən. İmanın artıb azalması dedikdə isə, buradakı qəsd imanın 6 şərtinə aid deyil. Çünki Allaha iman, peyğəmbərlərə, mələklərə, kitablara, axirət gününə, həmçinin qədərə iman hər daim sabitlik tələb edən, yəqinlik tələb edən imandır. İmanın bu növü səndə möhkəm olmalıdır. Azalması isə yəqinliyi pozduğu üçün insanı küfrə salır və cəhənnəm əhlindən edir. İman artıb azalması məsələsi imanın digər şöbələrinə aiddir. Biz Rəbbimizin nazil etdiyi kitabı oxuyanda görürük ki, Rəbbimiz belə buyurur. Şübhəsiz ki, Allah ona şərik qoşanın günahlarını heç bağışlamaz. Ondan başqa günahları isə dilədiyinə bağışlayar. Və həmçinin, əgər kimsə etdiyi günah əməllərdən hər hansı birisini halal görərsə və yaxud hər hansısa küfrə yol vermiş olarsa, mötəbər şərtlər çərçivəsində İslam ümmətindən çıxaraq mürtəd olar. Lakin mürciyələrə görə isə böyük şirkin və böyük küfürün bataqlığında batan insanlar heç bir İslam əməli olmadan La ilahə illallah deyərlərsə, etdikləri şirk onları müşrik, etdikləri küfürlər isə onları kafir etmir. Yəni, bunlara görə şirk və küfür imanı pozmur, sən La ilahə illallah dediyinə görə küfürün, şirkin nə olur olsun, müsəlmansan. İslamda aqidə məsələsində əsas məzhəblərin yaranma tarixinə nəzər salaq. Çünki bu məzhəblər birdən-birə deyil, tədricən yaranmışdır. İlk öncə onu qeyd edək ki, firqələrin adları ya onların rəhbərlərinin adına nisbət olunur, ya da etdikləri əməllərə nisbət olunur. Cəhmiyyə firqəsinin adı rəhbərləri Cəhm bin Safvanın adı ilə bağlıdır. Xavariclər xilafət dönəmində rəhbərə qarşı çıxdıqlarına görə xavaric adlandılar.
İslam ümmətində baş vermiş ilk bidət xavariclərin bidəti olmuşdur. Bu ilk dəfə elə Peyğəmbərin vaxtında baş vermişdi. O zaman onların rəhbəri Banu Təmim qəbiləsindən olan Zul-Xüveysura Ət-Təmimi adlı kəs, Peyğəmbər qəniməti insanlar üçün bölərkən ona üz tutaraq demişdi: "Ey Muhammed, ədalətli böl." Peyğəmbər də cavabında demişdi: "Vay sənin halına, mən ədalətli olmayandan sonra bəs kim olacaq?" Bunu eşidən Ömər radiyallahu anhu dedi: "Ey Allahın rəsulu, icazə ver bunun boynunu vurum." Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi: "Bunun belindən elə insanlar çıxacaq ki, ox öz yayından çıxdığı kimi onlar da dindən çıxacaqlar." Sonradan Osman bin Əffanın xilafətinin sonlarında və Əli bin Əbu Taliblə Muaviyyə bin Əbu Sufyan arasında fitnə baş verdikcə, xavariclərin fitnəsi artmış, onlar müsəlmanları İslamda öndə olan səhabələrə qədər təkfir edərək onların qanlarını halal görmüşdülər. Xavariclərdən sonra İslam ümmətinin məcusiləri hesab olunan qədərilərin fitnəsi meydana çıxmışdı. Onlar iddia edirdilər ki, uca Allah qullarının əməllərini öncədən təqdir etmir. İnsan özü müstəqil olaraq öz əməllərini edir. İnsanların əməlləri Allahın istəyinə bağlı deyil. Əməlləri Allah yaratmır. Hətta iş o yerə çatmışdı ki, onların həddini aşan rəhbərləri deyirdilər ki, insanların edəcəyi əməllər Allaha bəlli deyil. Həmin əməllər lövh-i məhfuzda yazılmayıb. Bu məzhəb sahabələrin dönəminin sonlarında meydana çıxmışdı. Abdullah bin Ömər, Ubadə bin Samit və bir sıra digər sahabələr bu bidətçilərin küfürlərinin şahidi olmuşdular. Sonra tabiinlərin zamanında əməli imandan kənar hesab edən mürciyələr meydana gəlir. Onlar deyirdilər ki, günah imana təsir etmir, onu azaltmır. Möminsənsə, gedib zina etsən belə, şərab içsən belə, adam öldürsən belə, hətta bütün günahları etsən belə, sən kamil iman sahibisən. Sonra yeni bir bidət, Mötəzilə məzhəbi meydana gəlir. Onlara əzkiya, yəni ağıllılar deyirlər. Onlar ağıllarını vəhiydən üstün tutmağa başlayırlar. Bu da Vasil ibn Əta adlı şəxsin Həsən Əl-Bəsrinin məclisindən narazı olaraq ayrılmalarından sonra baş vermişdir. Məzhəbin adı da elə bununla bağlıdır. Tabiinlər o zaman belə demişdilər: İtəzəlu ənnə fəsummu mütəzilə, yəni onlar bizdən ayrıldılar və ayrılmışlar adlandılar. Onların məzhəbinə mənzilə beynə mənziləteyn, yəni iki rəy arasında bir rəy də deyirdilər. Onlar deyirdilər ki, günah işlər görən şəxs nə mürciyələr dediyi kimi mömindir, nə də xəvariclər dedikləri kimi kafir. Onların arasında bir başqa hökmdədirlər. Sanki bir nəfər öz şəhərindən səfərə çıxaraq bir başqa şəhərə çatmaq məqsədi ilə yola düzəlir və yolun ortasında qalır. Nə öz şəhərində olur, nə də getmək istədiyi şəhərə çata bilir. Mötəzilələrin də halı beləsinə bənzəyir. Bu məzhəb müsəlmanların arasında geniş vüsət aldıqdan sonra yeni bir məzhəb Cəhm ibn Səffan və onun tərəfdarlarının yaratdıqları Cəhmiyyə məzhəbi yaranır. Onlar artıq mömin, kafir və ya fasiq məsələləri barəsində deyil, Allah subhanahu və teala'nın zatı barəsində yeni fikir və mülahizələr irəli sürməyə başlayırlar. Bu minvalla İslamın ilk dönəmlərində bidətlər meydana gəlir və insanlar yavaş-yavaş öz yaradanları haqqında, onun ad və sifətləri barəsində ağılla danışaraq bunu ağıl qəbul edir, bunu etmir deyirlər. Cəhmiyyələr də öz növbələrində bir neçə qismə bölünürlər. Bir qisim nə Allah mövcuddur, nə də Allah mövcud deyil demək olmaz. Çünki Allah mövcuddursa, digər mövcudlara oxşamış olur. Yox, əgər mövcud deyilsə, mövcud olmayanlara bənzəmiş olur. Bunlar da əslində bir ziddiyyət hesab olunur. Bir-birinə zidd olan iki şey heç zaman birləşə bilməz. Məsələn, gecə və gündüz kimi. İkinci qisim deyir ki, Allahı isbatla vəsf etmək olmaz, inkarla vəsf etmək olar. Yəni demək olmaz ki, Allahu alim, yəni Allah biləndir. Demək olar ki, Allah cahil deyil. Üçüncü qisim deyir ki, Allahın adlarını qəbul edirik, sifətlərini isə yox. Yəni, Allahu alim bilə ilm, Allah biləndir, lakin elmə malik deyil. Allahu həkim bilə hikmə, Allah hikmət sahibidir, lakin hikməti yoxdur.
Dördüncü qism deyir ki, Allahın adlarını qəbul edirik, sifətlərindən də bəzilərini olduğu kimi qəbul edirik, qalanlarını isə təvil, yəni təhrif edərək adlarını dəyişdiririk. Bunlar da İslam aləmində ən geniş yayılmış əqidələr hesab olunan əşarilər və maturidilərdir ki, onlar da ümumilikdə bəzi sifətləri olduğu kimi qəbul edir, qalanlarını isə təvil edib mənalarını dəyişirlər. Bütün bu 4 qismin hamısının əsas günahkarı isə Cəhm ibn Səffandır. Cərir ibn Əbdullahın Bəcilidən rəvayət olunan hədisdə Peyğəmbər demişdir: Kim İslamda pis bir yolun əsasını qoyarsa, bunun günahı, üstəlik qiyamətədək o əməli edənlərin günahı ona yazılar.